Avropa dalğasına xoş gəlmisiniz. Avropa dalğası Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Gənc Avropa Səfirləri şəbəkəsinin təşəbbüsü ilə hazırlanmış podkast seriyasıdır. Burada biz Avropa haqqında ən maraqlı mövzuları müzakirə edir, təcrübə və hekayələri dinləyicilərimizlə bölüşürük. Podkastımızın bu buraxılışında biz Euroschool Avropa Yay Məktəbi 2026-dan danışacağıq. Bugün sizinlə mən, Gənc Avropa səfiri Aysel Abudova və Euroschool 2026 iştirakçısı Səma Güləmirli olacaq. Xoş gəlmisiniz Səma. Sizi burada görmək çox şadıq. Xoş gördük Aysel xanım. Əsas mən təşəkkür edirəm dəvətiniz üçün. İlk olaraq özünüzü təqdim edə bilərsiniz? Adım Güləmirli Səmadır. Hal-hazırda Qarabağ Universitetində hüquqşünaslıq ixtisasını təhsil alıram. 3-cü kursda oxuyuram və Euroschool 2026 layihəsində iştirakçı qismində çıxış etmişəm. Bu qədər. Əla, çox şadıq sizi tanıdığımıza. Euroschool haqqında hardan məlumat almışdınız və bu proqrama qoşulmaq üçün hardan motivasiya almışdınız? Mən əslində özüm əvvəlcədən həm Unique East, həm də U-Delegation səhifələrini follow eləyirdim və hətta əslində keçən il müraciət eləyəcəydim. Lakin yaş məhdudiyyəti var idi. Mənim də keçən il 17 yaşım var idi. Ona görə bir il gözləməli oldum. Elə bu iyun ayında da dediyim kimi həm U-Delegation, həm Unique East səhifələrini izlədiyim üçün onların storylərində gördüm ki, müraciət formu açılıbdı. Doldurdum, motivasiya videosu çəkdim və yaxşı ki seçildim. Belə. Nə gözəl ki seçilmisiniz. Biz çox şad idik ki, siz Euroschool-daydınız. Biz bilirik ki, Euroschool 2026-da Qarabağ Universitetini təmsil edən tək gənc, yeganə gənc siz idiniz. Qarabağ Universiteti təhsil almaq üçün çox unikal bir məkandır. Orada öz təcrübənizdən danışa bilərsiniz, həm akademik, həm də bir fərd olaraq, bir gənc olaraq. Birincisi onu deməliyəm ki, Qarabağ Universiteti təhsil almaq üçün həqiqətən də unikal bir məkandır. Çünki həm Bakıdan uzaqdadır, həm də ki, necə deyərlər, belə ailədən uzaq və s. İndi təcrübəmi bölüşsəm, birinci akademik bucaqdan danışmaq istəyirəm. Birincisi onu deməliyəm ki, təhsil sistemi həqiqətən də yaxşıdır. Yəni istər müəllimlər olsun, istər dərs sistemi özü olsun. Yəni təzə qurulan bir universitet olduğunu nəzərə alsaq, hansı ki 2024-cü ildə fəaliyyətə başlayıb, yəni 2 ildir fəaliyyət göstərir. Düzdür, təkmilləşdirilməli olan məqamlar əlbəttə ki var. Lakin düşünürəm ki, həmin bu təkmilləşdirilməli olan məqamlar müsbət tərəflərinin üstünü qətiyyən örtmür. Fərd olaraq da, yəni şəxsi baxımdan təcrübəmdə bölüşsəm, deyərdim ki, mənim böyüməmdə, inkişaf eləməyimdə, dəyişməyimdə çox danılmaz bir rol oldu. Çünki 2024-cü ildə Qarabağdan əvvəlki Səma ilə 2026-dakı Səma qətiyyən eyni insanlar deyillər. Həm orada qazandığım dostluqlar olsun, həm ailədən uzaqda, yəni ilk dəfə ailədən bu qədər uzaq qalıb, özüm öz problemlərimlə, yəni öz başımın çarəsinə baxmaq, yəni bunu öyrənmək və s. Düşünürəm ki, yəni böyüməyimdə və şəxsi inkişafımda çox böyük rol oldu. Çox yaxşı başa düşürəm sizi. Tək yaşamaq, başqa bir yerdə təhsil almaq doğrudan da fərqli bir təcrübədir və hər birimizə lazım olan bir təcrübədir. Məncə Euroschool da belə bir 3 günlük belə olsa, belə bir təcrübələrdən biri olub. Amma proqrama qoşulmazdan əvvəl Avropa İttifaqı haqqında düşüncələriniz necə idi? Bu proqramda nələr öyrənmişdiniz və mənə ən maraqlı olan suallardan biri, proqramlar sizin fikrinizcə bu tip proqramlar gənclər üçün vacibdirmi? Düzünü desəm, proqrama qatılmazdan əvvəl mənim Avropa İttifaqı haqqında belə konkret bir təsəvvürüm yox idi. Əlbəttə ki, yəni belə əsas dəyərlər, prinsipləri bilirdim, hansı ki, məsələn, insan hüquqları, bərabərlik, ədalət, həmçinin azlıqların hüquqlarını qorumaq və s. Lakin dediyim kimi konkret bir təsəvvürüm yox idi və sessiyalarda iştirak elədikcə əslində görürdüm ki, həqiqətən də Avropa İttifaqının yaranması, onu möhkəmlənən beynəlxalq müqavilələr, paktlar olsun, keçirdikləri islahatlar, siyasətlər, özəlliklə enerji siyasəti, yəni bu haqqda daha konkret bir təsəvvürüm yarandı. Yəni bunu deyərdim. Bir də məncə həqiqətən vacibdir. Çünki birincisi dünya görüşünü artırır, gənclərin dünya görüşünü artırır. Düşünürəm ki, yəni Avropa İttifaqını belə deyək də araşdıran, yəni xüsusilə bu haqqda məqalələr oxuyan gənclər azdır və məncə bu belə proqramlarda iştirak eləyərək həm dünya görüşlərini, həm də fərqindəliklərini artıra bilərlər. Yəni belə bunlar deyərdim. Siz sessiyalardan söhbət açdınız. Ona görə maraqlanmaq istəyirdim ki, ən maraqlı, ən yadda qalan sessiya və fəaliyyət nə idi sizin üçün və niyə məhz o? Burada 2 dənə fəaliyyət və sessiyadan danışmaq istəyərdim. Birincisi ilə Avropa İttifaqının tarixi ilə bağlı bir sessiyamız olmuşdu. Elə hansı ki ilk sessiyalardan idi. Hansı ki biz burada əsas deyərdim ki, bazı məlumatı, bayaq deyim bazı məlumatı elə bu sessiyada öyrəndim. Məsələn, Avropa İttifaqının yaranması, tarixi və
deyib ki, Avropa İttifaqı 20-ci əsrdəki halından 20-ci əsrdəki halına necə çevrildi, əsas burada öyrəndim. Bir də sosial media fəaliyyəti haqqında danışmaq istəyərdim. Çünki əsasən elə olurdu ki, sessiyalar belə informativ yüklü olur deyə bəzən yorulurduq və sosial media fəaliyyətində deməli biz nə edirdik? Bizim blogerlərimiz var idi, tanıyırsınız bəlkə, Jalə Əkbərova və Hünər Axanov. Əsasən onlarla çəkirdik. Hansı ki, burada da belə deyirik, Euroschool 2026-nın əsas belə deyək, əsas və əyləncəli anlarını paylaşmağa çalışırdıq. Yəni belə deyək, izləyiciləri məlumatlandırmağa çalışırdıq və deyərdim ki, maraqlı idi həqiqətən və həm də əyləncəli idi. Belə. Hələ də bu videolar qabağıma çıxır və çox maraqlı idi doğrudan da. Euroschool 2026-nın digər ən maraqlı nöqtələrdən biri Avropada olan gənc Avropa səfirlərinin iştirakı idi. Sizin fikrinizcə necə təsir etmişdi? Sizin təcrübənizə fərqli ünsiyyətimiz oldumu? Ən maraqlı nöqtələr hansı idi? Birincisi bunu deyim ki, mənim əvvəlcədən belə bir məlumatım yox idi ki, məsələn, gənc Avropa səfirləri, Avropadan olan gənc Avropa səfirləri də iştirak eləyəcək. Ona görə mənim üçün xüsusiyyət də qanun oldu. Hətta təlimçilərimiz də onlar idilər. Və belə deyim də, onların ünsiyyət qurduğu həqiqətən görürdüm ki, həm biliklərini həm bizə ötürməyə çalışdılar, enerjilidirlər, pozitivdirlər. Bir də bunu qeyd eləmək istəyirəm ki, bizim deməli orada dialoq simulyasiyamız oldu və bu 3 gənc Avropa səfiri bizə eləyib ki, mentor kimi təyin olmuşlar hər 3 qrupa və bizim də mentorumuz Xuan idi. Və mən ondan bir şeylər soruşduqca belə görürdüm ki, yəni necə öz biliklərini ötürməyə həvəslidir, necə belə deyək, bir engaging etməyə çalışır bu prosesi. Yəni sadəcə Xuan yox, həmçinin də Simon, Alice belə və ümumilikdə bir də onu da qeyd etməliyəm ki, hər üçü də, yəni biz gəncləri belə deyib biliklərimizi orada ötürməyə digər uşaqlara, həmçinin də aktiv olmağa təşviq eləyirdilər, hansı ki bu çox dəyərli idi. Bir də fərdi ünsiyyətdən də deyərdim ki, oldu. Hətta Şamaxıya gedərkən yolda deməli Alice ilə qısa bir söhbətimiz oldu. Azərbaycanın bir təbiəti, landşaftı haqqında. Bir də Simon çox enerjik idi. Belə sürekli belə deyim də bizim bir yanımıza gəlirdi, bizi danışdırmağa çalışırdı, bir tanımağa çalışırdı. Mənim fikrimcə də çox maraqlı keçmişdi və doğrudan da həm iştirakçılar, həm də gənc Avropa səfirləri, həm Avropadan, həm Azərbaycandan olanlar çox maraqlı sessiyalar aparılırdı. Biz təşkilatçı komanda olaraq özümüz də oturub dinləyirdik ki, siz yəqin ki bunu görmüsünüz. Amma mənim digər bir sualım elə iştirakçılarla bağlı idi. Sizin fikriniz də ən sizə çox təsiri olan iştirakçılardan biri kim idi və sizi xüsusilə təsirləndirən və ya ilhamlandıran bir iştirakçı oldumu? Əslində bu sualı bir iştirakçı admaya o qədər çətindir ki, çünki iştirakçılar hamısı o qədər parlaq, o qədər motivasiyalı gənclər idilər ki, hətta bizim öz qrupumuz var və Euroschooldan qayıdandan sonra hamımız belə deyim, orada öz ürək sözlərimizi yazırdıq uşaqlara. Orada da özlərinə dedim ki, yəni əminəm ki, hamısı gələcəkdə çox gözəl yerlərə gələcəklər və biz bəlkə bir gün bir-birimizə baxıb deyərik ki, "Vau, mən bu qızla, bu oğlanla Euroschoolda bir layihədə idim." Bir də sessiyalarda iştirak etdikcə, fikir mübadiləsi apardıqca özüm də görürdüm ki, gənclər hamısı necə də inkişaf etməyə, yeni şeylər etməyə həvəslidirlər və düzünü desəm bu həvəs, onların bu həvəsi, bu enerjisi məni də inkişaf etməyə, mən də belə deyim, yeni şeylər etməyə təşviq edirdi. Ona görə yenə deyirəm, tək bir iştirakçı deyə bilən deyiləm, amma hamısını belə çox sevirəm və uşaqlar hamınıza buradan salam. Əminəm ki, bizdə təşkilatçı komandanın istənilən üzvündən soruşsaz, heç kim xüsusi bir iştirakçı deyə bilməyəcək. Amma sessiyalarda olan çox maraqlı suallarınız gəlirdi və buna görə mənim sessiyalarla bağlı sualım olacaqdı. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq haqqında yeni nələr öyrəndiniz? Belə deyərdim, şərq tərəfdaşlığı haqqında bir məlumatım var idi Euroschoolun əvvəl, lakin xüsusilə Azərbaycan və Avropa İttifaqı arasındakı əməkdaşlıq barəsində geniş məlumatım yox idi, lakin burada öyrəndim. Əsas öyrəndiyim Avropa İttifaqının və Azərbaycanın bir yerdə keçirdiyi siyasət, əsasən enerji siyasəti, qaz ixracı, yaşıl enerji ixracı, enerji təməlli haqqında konkret bir təsəvvürüm yarandı. Məsələn, Azərbaycanın elə məhz Avropa İttifaqının enerji təhlükəsizliyinə, enerji təməlliliyinə töhfə verən əsas ölkələrdən olduğunu elə məhz Euroschoolda öyrəndim. Çox yaxşı qeyd etdiniz Səma. Eləcə də qeyd etmək istəyərdim ki, bu il Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın 30 illiyi və Gənc Avropa Səfirləri şəbəkəsinin 10 illiyidir. Bununla əlaqədar silsilə tədbirlərimiz olub və hələ də davam edir. İzləyicilərimizə də bildirmək istərdim ki, tədbirlər haqqında məlumat əldə etmək istəyirsinizsə, izləmədə qalın. İndi isə qayıdaq öz mövzumuza. Euroschool zamanı Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərlə tanış olmuşdunuz. Elə özünüz də Qarabağ Universitetinin nümayəndəsi olaraq bu təcrübəni necə qiymətləndirirsiniz? Bunu bayaq da vurğuladım. Yəni gənclər hamısı çox motivasiyalı idilər, çox parlaq idilər.
Bu təcrübəni bəs necə dəyərləndirərdim? Bağlantı və şəbəkələşmə olaraq cavablandırmaq istəyərdim bu sualı. Çünki mənim ixtisasım hüquqi ixtisasdır və hüquq ixtisasında deyərdim ki, ən vacib və ən önəmli nüanslardan birisi çoxlu bağlantıların olmasıdır. Hansı ki, mən Euroschool-da ixtisası hüquq olan digər tələbələrlə, digər iştirakçılarla da tanış oldum və onların fəaliyyəti ilə, onların həyata keçirdikləri planlarla və s. yaxından tanış olma şansı əldə etdim. Deyərdim ki, onların planları ilə tanış olmaq mənim şəxsi inkişafıma töhfə verdi. Bir də mənə maraqlı gələn bir nüans daha var idi. Bizə deməli orada onda məlumat verildi ki, 250-dən çox müraciət oldu və 18 nəfər seçilib müxtəlif bölgələrdən. Burada məsələn kriteriyanızı, məsələn meyarları soruşmaq istəyərdim. Məsələn hansı kriteriya əsasən seçirdiniz uşaqları? Məsələn necə oldu ki, mən belə o 18 nəfərdən birisi oldum? Mənə çox maraqlı gələrdi. Seçimlər doğrudan da çətin idi və o qədər yaxşı, maraqlı və inkişaf etmiş, öz sahələrində inkişaf etmiş gənclər müraciət eləyirdi ki, bizim komandamızla sadəcə müraciət formlarına baxıb təəccüblənirdi ki, necə gözəl gənclərimiz var, necə irəli gedə biləcək gənclərimiz var. Bildiyiniz kimi bu ildə Bakına çıxmaq şərti ilə 5 bölgədən gənclər iştirak etmişdi. Bunlar Xaçmaz, Şəki, Gəncə, Sumqayıt və Balakən idilər. Seçim meyarlarımıza gəldikdə isə izləyicilərimizə maraqlı ola bilər ki, bizim seçim meyarlarımız nədir? Müraciət zamanı gənclər özləri haqqında məlumat, motivasiya videosu, təhsilləri və sahə üzrə bilikləri haqqında bölüşürlər bizimlə və ən əsası burada əlbəttə ki, motivasiyadır. Və bəzən bizə müraciət eləyirlər ki, bəs mənim profilim doğrudan da çox əla idi və doğrudan da belə olur. Profilim çox yaxşıdır, niyə məni seçməmisiniz? Və burada əlbəttə ki, biz ona fikir veririk ki, bu gənc doğrudan da peşəkardır və bu mövzu haqqında çox yaxşı məlumatı var. Biz isə digər gənclərə məlumat vermək və onlara şans vermək istəyirik ki, onlar daha yaxşı öyrənsinlər və Euroschool-un da əsas məqsədi odur ki, məlumatı az olan gənclərə daha çox şans verilsin. Müraciət forumları Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və e-Neighbors sosial media platformalarında paylaşılır. Əgər Euroschool-da gördüyünüz ideyalardan və ya fəaliyyətlərdən hər hansı birini öz universitetinizdə və ya icmanızda tətbiq etsəydiniz, bu hansı olardı? Qəşəng sualdır. Burada üçlü dialoq simulyasiyasını demək istəyərdim. Bizim üçlü dialoq simulyasiyamız oldu proqramda, hansı ki biz burada 3 qrupa bölündük iştirakçılarla və bir qrup Avropa Komissiyası, digər qrup Avropa Konsulluğu və digər qrup isə Avropa Parlamentini təmsil eləyirdi və biz burada danışıq, hüquqi analiz, hüquqi araşdırma və özünə inandırma bacarıqlarımızı ən yaxşı şəkildə nümayiş etdirməliydik ki, bir həll yol tapaq və bizim də 4-cü kursda Avropa İttifaqı hüququ deyə bir dərsimiz olacaq universitetdə. Düşünürəm ki, əgər mən bu fikri öz auditoriyamızda bir təklif kimi irəli sürsəm və biz də uşaqlarla, tələbələrlə qruplara bölünüb bu simulyasiyanı yenidən həyata keçirsək, həm maraqlı olar, həm də informativ olar və düşünürəm ki, praktiki bacarıqlarımızı yenidə inkişaf etdirmiş olarıq. Mənim fikrimcə Simon, Juan və Alisa doğrudan da ətraflı və maraqlı bir sessiya aparmışdılar və Azərbaycan gənc Avropa səfirlərindən danışdıqda isə onlar xaricdə təhsil, könüllülük və s. haqqında məlumatlar verilmişdilər. Sizin fikirlərinizə və gələcək karyera seçimlərinizə necə təsir etdi bu? Deyərdim ki, mənə daha çox motivasiya verdi. Çünki orada məsələ Erasmus layihələrindən qəbul almış həm təlimçilər var idi, həm də iştirakçılar var idi və mənim onlarla öz şəxsi söhbətim də oldu. Hətta bizim bu haqqda bir sessiyamız da olmuşdu son gün elə. Orada da deməli Erasmus Plus və həmçinin European Solidarity Corps layihələri haqqında əsas baza məlumatları verirdilər. Düz mənim əslində əvvəlcədən bir məlumatım var idi, lakin bu sessiyada iştirak etməklə belə deyim, biliklərimi təzələmiş oldum. Necə deyirlər, təkrar biliyin anasıdır. Yəni biliklərimi təkrarlamış oldum və mənə daha çox motivasiya verdi. İndi özümdə gələcəkdə istəyirəm ki, hətta ən böyük xəyallarımdan birisidir ki, Erasmus Plus layihələrinin birindən qəbul alım və gələcəkdə bu təcrübəni yaşayım və hətta istəyirəm ki, bu layihələrdən qəbul olandan sonra Azərbaycana qayıtdıqdan sonra öz təcrübəmi digər gənclərlə və həmçinin öz cəmiyyətimlə bölüşüm. Məncə çox ilham verici olardı. Məncə də və ümid edirəm ki, siz geri dönüb bizimlə öz biliklərinizi paylaşarsınız. Proqramda ən çətin nöqtə sizin üçün nə oldu? Və bundan nə dərs çıxartdınız? Deyərdim ki, uşaqlardan ayrılmaq ən çətin məqam oldu. Çünki düşünürəm ki, biz artıq o 3 gündə bu uyumu, bu ritmi uşaqlarla tutmuşduq. Və hətta ürəyimiz soymadı. Evə gələndən sonra ayrıca bir qrup yaratdıq, sırf uşaqların olduğu. İndi orada yəni hər gün həm söhbət edirik, həm bəzən oyunlar oynayırıq. Bir təşkilatçı olaraq bunu eşitmək doğrudan da bizə qürur mənbəyidir.
Bəs hər hansı bir dostunuz sizdən Euroskola müraciət etməyə dəyərmi sualı versə, ona nə cavab verərdiniz və ona məsləhətiniz nə olardı ki, nəyə diqqət etsin? Tərəddüd belə eləmədən hə deyərdim. Hətta artıq bəzi dostlarıma demişəm ki, yəni müraciət edeyim. Bəzilərinin 18 yaşı yoxdur. Dedim bəs 18 yaşınız olsun, ikinci kursu qurtarın və s. Məsləhətim nə olardı? Bayaq əslində çox gözəl bir nöqtəyə toxundunuz motivasiya ilə bağlı. Burada əslində əsas, yəni nə qədər çox bildiyin yox, motivasiyanı və belə inkişaf etmə potensialını necə yaxşı yansıtmağında belə təşkilatçılara və seçim komissiyasına deyərdim ki, motivasiyalarını yaxşı yansıtsınlar, araşdırmalarını yaxşı aparsınlar. Çünki araşdırma da vacibdir. Məsələn, mən belə müraciət formunu doldurmamışdan qabaq getdim U-Delegation və Unique İş səhifələrinin həm Instagram səhifələrini, həm də internet saytlarını bir araşdırma apardım ki, baxım görüm ki, nə istəyirlər. Yəni seçim kriteriyaları deyil də belə iştirakçılardan nə gözlədikləri deyim. Onlar haqqında araşdırma apardım, bir fikir sahibi oldum və motivasiya məktubumu, həmçinin motivasiya videomu ona uyğun çəkdim. Belə bunu deyərdim. Doğrudan da çox yaxşı məsləhətdir və mən özüm də bu məsləhəti dəstəkləyərdim. Və sizə son sualımı vermək istəyərdim Səma. 5 il sonra Euroskolun öz həyatınıza və karyeranıza hansı təsir göstərmiş olduğunu görmək istəyərdiniz? Əslində bu suala konkret bir cavab vermək biraz çətindir. Çünki 5 il sonra nə olacağını bilmirəm. Amma belə bir təxmin yürütsəm, deyərdim ki, artıq 5 il sonra universitet təhsilimi bitirmiş olacağam və ümid edirəm ki, magistr təhsilimi xaricdə davam elətdirərəm. Ümid edirəm ki, burada əldə etdiyim dostluqlar, burada əldə etdiyim bağlantılar hələ də qalmış olar, hələ davam edər. Əminəm ki, həm karyerama, həm də təhsil həyatıma, özəlliklə Erasmus layihələrinə müraciət edərkən müsbət təsir olacaq. Burada öyrəndiklərimin, təcrübələrimin, həm də iştirakçılardan öyrəndiklərimin, fikir mübadilələrinin və s. Amma dediyim kimi konkret bir cavab vermək çətindir, lakin ümid edirəm ki, hər şey yaxşı olacaq. Bu arada təşəkkür etmək istəyirəm həm siz təşkilatçılara, həmçinin Avropa deleqasiyasının Azərbaycan nümayəndəliyinə, həmçinin də Şərq tərəfdaşlığına ki, belə bir gözəl layihə irəli sürdülər, təşəbbüs irəli sürdülər. Təşəkkürlər Səma, bu gün bizə qoşuldunuz və öz vaxtınızı ayırdınız. Əminəm ki, gələn illərdə Euroskola müraciət edənlər üçün böyük ilham mənbəyi oldunuz. Avropa dalğasını izlədiniz. Dinlədiyiniz və izlədiyiniz üçün təşəkkür edirik. Növbəti buraxılışlarda görüşənədək.